Azad olunan ərazilərdə bərpa və yenidən qurma işləri davam etdirilir. Bütün ərazilərdə olduğu kimi bu proses Laçın şəhərində də sürətləndirilib. Laçına təşkil olunan mediatur zamanı jurnalistlərə görülən işlər barədə məlumat verilib. Bərabər izləyək. Laçın İstirahət Mərkəzi regionda turizmin inkişafı üçün ən mühüm layihələrdən biridir. Burada müxtəlif kateqoriyalı 120 otaqlı otel binası və 8 kotec inşa edilib. Mərkəzdə çalışacaq 174 nəfərdən 122-sinin Laçın və Kəlbəcər rayonlarının, həmçinin azad edilmiş digər ərazilərin sakinləri olacaq. 190-200 manatdan olaraq başlayır qiymətlər və otaq tiplərinə görə dəyişir. Otel ümumilikdə 320 nəfərə yaxın qonaq qəbul etmə potensialına malikdir. Laçın Agrosənaye Parkının da fəaliyyəti genişləndirilir. Rayonun Zerti kəndində yerləşən parkda daha 2 müəssisə fəaliyyətə başlayıb. Fabrikdə 100-ə yaxın işçi çalışa bilər. Biz 30 nəfəri işə cəlb eləmişik. Hamısı Laçın sakinləridir. Laçın Agrosənaye Parkında işə başlayan müəssisələrdən biri də Pirşağı Ayaqqabı Fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin edilib. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Biz qərara gəldik ki, rəqabət aparmaq üçün keyfiyyətli maldan istifadə etmək, xam maldan. Yerli xam mal daha əlverişlidir bugünkü gündə. Laçın elektrik şəbəkəsi isə rayon ərazisini fasiləsiz elektrik enerjisi ilə təmin edəcək. Mərkəzdə quraşdırılan müasir avadanlıq bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edir. Mərkəzin elektrik təchizatı üçün Laçın yarımstansiyasından 4,8 kilometr məsafədə 2 dövrəli yeraltı kabel xətti çəkilmişdir. Yeni istifadəyə verilən Aşağı Malıbəy və Mirik su elektrik stansiyaları isə Həkəri çayının sağ qolu olan Zabuq çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. Yeni istismara verilmiş su elektrik stansiyalarında Laçın rayon sakinləri çalışacaq. Laçının füsunkar təbiəti, turizm imkanları nəzərə alınaraq rayonda turizmin infrastrukturunun qurulmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə yaradılan Laçın kanat yolu şəhərin bulvar ərazisində yerləşəcək və 2 hissədən ibarət olacaq. Başlanğıcdan sona kimi 6 dəqiqə ərzində məsafəni qət edəcək. 1 saat ərzində isə ümumilikdə 800-ə yaxın sərnişinə xidmət göstərəcək bu kanat yolu. Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə bərpa, quruculuq işləri sürətlə davam etdirilir. Emin Babayev, Fidan Səfər, Spayız xəbər, Laçın.